Xırçıltını eşidirsiniz. Hələ həyatımda bu qədər ləzzətli şaurma yeməmişdim. İnanın mənə, bu reseptlə etsəz çox bəyənəcəksiniz. Mən toyuğun bu dibi olan hissəsindən istifadə etdim. Yaxşıca yuduğum toyuq ətini nazik uzun doğrayıram. Üzərinə isə sos hazırlamağa keçirəm. Sos üçün mayonez, tomat, sarımsaq və sulu yağ istifadə etdim. Ədviyyat olaraq isə duz, istiot, paprika, sarıköy və sarımsaq tozu əlavə etdim. Təxmini yarım saat toyuğu sosda saxladıqdan sonra artıq qızartmağa keçirəm. Kənarda isə nazik uzun doğradığım kartoşkaları qızartdım və qızartdıqdan sonra üstünə zövqə görə təbii ki də duz əlavə eləyirik. Burada isə mayonez hazırladığım qarışımdan qızartdığım kartoşka, toyuq əti, pomidor və turşu xiyar istifadə elədim. Üstündən isə tyorkadan keçirdiyim pendir əlavə elədim. Kərə yağında qızartdım və şaurmam artıq hazır. Bu yeməyin yanına yaraşacaq ən gözəl içki təbii ki də pop şirələrdir. Görüntüsü belə insanın iştahını açır. Pop şirələri bizim ailədə çox sevilir. Uşaqdan böyük hər kəsin sevimlisi olan bu şirələri mütləq dadmalısınız.